Tədbir qədim ənənələrə uyğun olaraq Dədə Qorqud obrazının xeyir-duası və Bahar qızının təbriki ilə başlayıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Hüseyev çıxış edərək Novruzun xalqımızın ən qədim, ən əziz bayramlarından biri olduğunu qeyd edib, kollektivi bayram münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ardınca Novruzun əsas atributlarından olan bayram tonqalı alovlandırılıb. Şənlik proqramı çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində Texniki Kollecin Yallı qrupu, Nağara qrupu və Naxçıvan Musiqi Kollecinin rəqs ansamblı maraqlı çıxışlarla tədbirə xüsusi rəng qatıb. Eyni zamanda fakültələr tərəfindən hazırlanmış Novruz sərgisinə baxış keçirilib, tələbələrin əl işləri, rəsm əsərləri nümayiş etdirilib. Muğam üçlüyü və saz qrupunun ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin bədii hissəsində Novruz bayramının fəlsəfi mahiyyəti, su, od, yel və torpaq ünsürləri üzərində qurulan səhnəciklər vasitəsilə təqdim olunub, Kosa və Keçəl obrazlarının mənzəli çıxışları, yumurta döyüşdürməsi tamaşaçılara xoş ovqat bəxş edib. Naxçıvan Dövlət Universitetinin nəzdində gimnaziya və beynəlxalq Cambridge məktəbi şagirdlərinin xor ifaları, musiqi nömrələri və müxtəlif ifaçıların çıxışları da tədbirə xüsusi rəng qatıb. Səni yaymadım, yadıma düşdü. Sən misrələri ruhuma bir Sonda universitet kollektivi tonqal ətrafında birgə yallı rəqs ediblər. Gülay Tahirli, Tərlan İbrahimova, Akşin Məhrəmov, NTV Xəbər.